Sürücüləri çaşdıran məqamlardan biri də təbii ki, bir nişanın icazə verməsi digər nişanın və yaxud nişanlanma xəttinin qadağan etməsidir. Əgər bir nişan icazə verir və bir nişan qadağa edirsə, biz sonuncu qadağanı götürməliyik. Misal üçün, dayanacaq. Avtobus dayanacağı var. Dayanacaqdan 15 metr aralıda dayanmağa və durmağa icazə var. Əgər bu dayanacaq avtobusun zolağındadırsa, təbii ki, 111 nişanlanma xətti yoxdursa, girib orada dayana bilməzsiniz. Durma qəti qadağandır. Yaxud həmin o 15 metrdən sonra dayanma durma qadağa nişanı quraşdırılıbsa, təbii ki, orada yenə də dayanma durma qadağandır. Yəni, sonradan biri icazə verir, biri qadağan edir. Biz qadağan olunmuşu üstün tutmalıyıq, qadağan olunmuşdan hərəkət etməliyik. Deməli deyilik ki, avtobus dayanacağında 15 metr aralıda mənə dayanmağa qanun icazə verib. 15 metrdən sonra axı sənə dayanma durma qadağan nişanı qoyub, yaxud bu avtobusun zolağındaydı, burada dayanma durmağını da qadağan etmişdi və s. və ilaxır hallar olur.